Salam, bugünkü dərsimiz 8-ci sinif 2-ci hissədən olacaqdır. 6.1 heyvanlarda qeyri-cinsi çoxalma. Bildiyiniz kimi canlı orqanizmlərin ömrü müəyyən qədər olur. Müəyyən müddətdən sonra onlar ya hansısa bir xəstəlikdən, ya qocalıqdan, ya hansısa bir orqanizm tərəfindən məhv edilir və beləliklə də ölüm baş verir. Bildiyiniz kimi, ölən fərdlərin yerlərini yeniləri əvəz edir, bunun üçün də həyat fasiləsiz olaraq davam edir. Bu çoxalma sayəsində mümkün olur. Təsvirdə gördüyünüz kimi, bax bu mərcan polipləridir. Çoxalma nədir burada soruşulur. Bu prosesin hansı əhəmiyyəti var? Qeyd elədik ki, çoxalma orqanizmlərin özlərinə oxşar deməli, formalarının yaranma prosesidir. Bu prosesin hansı əhəmiyyəti var? Çünki qeyd elədik ki, bəzi orqanizmlər müəyyən müddət yaşayır. Onların yaşam tərzi daimi deyil, ya qocalıqdan, ya xəstəlikdən, ya hansısa bir başqa orqanizm tərəfindən yeyilməklə onlar məhv edilir və çoxalma nəticəsində gördüyünüz kimi yer kürəsində müxtəlif növlər yaşamalarını davam elətdirir ki, bu da nəticə etibarı ilə çoxalma prosesi sayəsində mövcud olur. Yer üzərində olan canlılara hansı əsas çoxalma formaları xasdır? Bildiyiniz kimi, həm cinsiyyətli yolla çoxalma, həm də qeyri-cinsiyyətli yolla çoxalma prosesləri mövcuddur ki, orqanizmlər iki tip çoxalma, cinsi və qeyri-cinsi çoxalma prosesləri ilə öz saylarını davam elətdirirlər. Burada soruşulur, çoxalma orqanizmlərin bütün canlılara xas olan xüsusiyyətlərindən biridir. Bəli, bildiyiniz kimi, canlılar özlərinə oxşarların yaratmaqla öz nəsillərinin və yaxud öz növlərinin yer üzərində yaşamalarını təmin etmiş olurlar. Baxaq fəaliyyətə. Fəaliyyətdə deyir ki, orqanizmlərin qeyri-cinsi çoxalmasına aiddir bu gördüyünüz. İşin gedişi bitkilərdə sizə məlum olan qeyri-cinsi çoxalma formalarına aid qeyd edin. Və bu şəkildə təsvir olunubdur gördüyünüz kimi. Bu qeyri-cinsi çoxalmaya aiddir. Burada calaq üsulundan istifadə olunub birinci təsvirdə, ikinci təsvirdə isə gördüyünüz kimi zoğun yeraltı şəkil dəyişməsi olan soğanaqla çoxalmadır. Bu da vegetativ çoxalma hesab olunur. Birinci calaq üsuludur. Calaq üsulu, yəni hər hansı bir bitkinin peyvənd olmasını həyata keçirmək üçün onun meyvəsinin keyfiyyətini yüksəltdirmək və yaxud məhsuldarlığı artırmaq məqsədi daşıyır. Gördüyünüz kimi, burada iki fərd iştirak etsə də, son nəticədə bir istiqamətdə məhsuldarlığın yüksəldilməsi və keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş olur. Məsələn, bura alça bitkisinin adını yaza bilərik. Alça bitkisi bildiyiniz kimi peyvənd edilir. Toxumdan əmələ gələnlər adətən cır olur, əcdad əlamətlərini qaytarmış olur. Onlarda peyvəndliyi əldə eləmək üçün vegetativ yolla deməli, peyvənd olan bitkinin bir hissəsi həmin bitkiyə calaq edilir. Bu, torpaqda olan cır bitkidir, ona isə calanan üst hissə qələm adlanmış olur. Orqanizmin adı, məsələn, alça qeyd elədik. Alça, qısaca yazıram. Qeyri-cinsi çoxalma üsulu dedik ki, calaq hesab olunur. Baş hərfini yazacağam. Prosesin mahiyyəti isə məhsuldarlığı artırmaq, keyfiyyəti yüksəltmək oldu. İkinci təsvir isə gördüyünüz kimi dağ laləsidir. Dağ laləsi adətən soğanaqla çoxalan bitkidir. Bala soğanaqlarla onların sayını artırmaq mümkündür. Bunun üçün soğanaqları əkirlər yeni sahələrə və nəticədə gördüyünüz kimi həmin bitki qeyri-cinsi yolla çoxalmış olur. Burada isə soğanaqlarla çoxalma prosesinə aiddir. Prosesin mahiyyəti hər ikisində əgər birincidə yeni keyfiyyətli məhsul əldə etməkdirsə, ikincidə bəzək bitkisinin sayının artırılması kimi götürülə bilər. Burada da çoxalma prosesinə aiddir. Toxum vasitəsilə artırılan bitkiləri
vegetativ yolla peyvənd deməli qələmlər etdirmək mümkündür. Müzakirə edin. Qeyri-cinsi çoxalmanın səciyyəvi xüsusiyyətləri nədir? Bildiyiniz kimi qeyri-cinsi çoxalmada qametlər əmələ gəlmir. Bir valideyn forması iştirak edir. Adətən alınan nəsil ana orqanizmin təkrarı olmuş olur. İkinci soruşulur, qeyri-cinsi çoxalma cinsi çoxalmadan nə ilə fərqlənir? Bildiyiniz kimi qeyri-cinsi çoxalmada cinsi çoxalmadan fərqli olaraq bayaq da dedim ki, qametlər yaranmır və mayalanma baş vermir, ziqot yaranmır, orqanizmin əmələ gəlməsi ziqotdan olmur. Sadəcə burada ola bilər ki, qeyri-cinsi çoxalmada ola bilər ki, hüceyrələrin bölünməklə çoxalması sayəsində və yaxud gördüyünüz kimi vegetativ orqanlar vasitəsilə də onların sayını artırmaq mümkündür. Üçüncüdə soruşulur, sizcə heyvanlarda qeyri-cinsi çoxalma müşahidə olunurmu? Əlbəttə ki, olunur. İndi dərsin izahatında biz qeyd edəcəyik ki, deməli, hidradır, mərzan polipləridir. Bildiyiniz kimi onlar çox hüceyrəli, sadə quruluşlu heyvanlara aiddir ki, hansı ki onlar qeyri-cinsi yolla da çoxala bilirlər. Qeyri-cinsi yaxud cinsiyyətsiz yolla çoxalan adətən bir valideyn fərdin iştirakı ilə gedir. Bu zaman cinsiyyət hüceyrələri dedik ki, qametlər yaranmır. Alınan nəsil ana fərdin tamamilə təkrarı olmuş olur. Heyvanlarda qeyri-cinsi çoxalmanın bir çox növləri var. Onlardan biri tumurcuqlanmadır. Bu da cinsiyyətsiz çoxalma hesab olunur. Hidranın üzərində və yaxud mərzan poliplərinin üzərində tumurcuq, yəni bax gördüyünüz kimi belə qabarıqlıq yaranır. Həmin qabarıqlıq get-gedə böyüyür. Onlar deməli yetkin forma şəklini alır. Nəhayət bax buradan qırılaraq yeni heyvan kimi fəaliyyət göstərməyə başlayır. Qeyd elədik ki, bu da qeyri-cinsi çoxalmaya aiddir və yaxud mərzan polipləri də tumurcuqlanır və yeni mərzan polipləri yaranır, amma bunlar koloniya halında yaşayır. Yeni yaranmışlar onların üzərindən ayrılmır. Onlar birlikdə yaşayırlar. Fragmentasiyaya gəlincə, fragmentasiyada qeyri-cinsi çoxalma forması hesab olunur. Bu zaman bir orqanizm bir neçə yerə bölünür və bölünmüş hissələr itirilmiş hissələrini bərpa etməklə hər bir kiçik hissə yeni orqanizmin əmələ gəlməsinə səbəb olur. Məsələn, bax bu gördüyünüz ağ planari, deməli, görürsünüz ki, 3 hissəyə ayrılıbdır. Bax bu 3 hissəyə ayrılmış planari, 1, 2, deməli, bax bu gördüyünüz hissələr deməli, bərpa olunur ki, hansı ki, buna regenerasiya prosesi deyilir. Həmin hissələr, deməli, itirilmiş hissələr bərpa olunmaqla, bu hissələrin hər biri yeni orqanizmə gətirib çıxarmış olur ki, bu da çoxalan fərdlərin sayının artmasına səbəb olur. Bu misalı biz ağ planarı ilə yanaşı dəniz ulduzunda da regenerasiyanı deyə bilərik. Bax, qolunu itirilmiş dəniz ulduzu, itirilmiş qolu bərpa eləyir, yetkin orqanizmə çevrilir, bax bu təsvirdə gördüyünüz kimi və yaxud da ki, itirilmiş, qopmuş qol özü-özlüyündə qalan hissələri bərpa etməklə yenə də yetkin orqanizmə çevrilmiş olur. İtirilmiş hissələri bərpa etməklə regenerasiya prosesi sayəsində bax, onlar özlərini bərpa eləyir. Bir orqanizmdən 2 yeni orqanizm əmələ gəlmiş olur. Dəniz ulduzundan başqa soxulcanda gördüyünüz kimi soxulcan da ola bilər ki, hər hansı bir torpaqda işləyən zamanı kürəklə və yaxud bellə o 2 hissəyə ayrıla bilər. Bax, bu təsvirdə göründüyü kimi itirilmiş həmin hissələr, qalan hissələri bərpa eləyir. Bax, bu təsvirdə görünür və oxun istiqamətinə baxın və nəhayət burada yetkin orqanizm əmələ gəlmiş olur. Eyni ilə də digər hissə də özü-özlüyündə yenə bərpa olunaraq regenerasiya sayəsində özünü bərpa etməklə bir orqanizm 2 orqanizmin yaranmasına səbəb olur ki, bu qeyri-cinsiyyətli çoxalmaya aid ola bilər.
Burada soruşulur, burada deyilir, bilirsinizmi? Mollyuskalarla qidalanan dəniz ulduzlarının sayını azaltmağa çalışan balıqçılar onları yarıya bölərək yenidən okeana atırlar. Ancaq onların hər bir hissəsi özünü bərpa edə bilir. Nəticədə mollyuskalarla qidalanan dəniz ulduzlarının sayı 2 dəfə çoxalmış olur. Bu proses yuxarıda gördüyünüz kimi regenerasiya prosesi nəticəsində, yəni bərpa olunma, itirilmiş hissələrin bərpa olunması sayəsində yetkin yeni orqanizmlərin əmələ gəlməsidir ki, yəni ki, biri 2 yerə bölünərsə, onlar həmin hissələri bərpa etməklə 2 yeni dəniz ulduzunu əmələ gətirmiş olurlar. Beləliklə də sayı daha da artmış olur. Düşün, müzakirə et, paylaşa gəlincən, qeyri-cinsi yolla çoxalan orqanizmlər cinsi yolla çoxalan canlılara nisbətən ətraf mühitin dəyişilməsinə daha zəif uyğunlaşa bilir. Sizcə bu nə ilə əlaqədardır? Bildiyiniz kimi qeyri-cinsi çoxalmada bir valideyn fərd iştirak edir. Orada genetik müxtəlifliyi az olur. Bunun sayəsində də mühit şəraitinə uyğunlaşma yaxşı olmur və beləliklə də onlar mühit şəraitinə, dəyişən mühit şəraitinə yaxşı uyğunlaşa bilmirlər. Genetik müxtəlifliyin çoxalması isə cinsi çoxalma sayəsində olur ki, onlar daha yaxşı mühit şəraitinə uyğunlaşmış olurlar. Öyrəndiklərinizi tətbiq edinə gəlincən, burada baxaq şəkildə təsvir olunmuş orqanizmlərin çoxalmasında oxşar və fərqli cəhətləri müəyyən edin. Belə çoxalmanın mahiyyəti nədir? Gördüyünüz hər ikisi burada istərsə infizortərliyin, istərsə də hidranın qeyri-cinsi çoxalmasının təsvirləri verilmişdir. Fərq ondan ibarətdir ki, deməli, infizortərlik bir hüceyrədir. O 2 yerə bölünməklə, sadə 2 yerə bölünməklə 2 yeni orqanizm əmələ gəlməsinə səbəb olur. Bu isə çox hüceyrəlidir. Çox hüceyrəli olmasına baxmayaraq, ana fərdin üzərində gördüyünüz kimi bir valideyn fərdin üzərində bax 3 ədəd qabarcıq yaranıbdır, yəni tumurcuq yaranıbdır və bundan yeni 3 ədəd deməli, hidra yarana bilər. Müzakirə edin, niyə görə hidranın tumurcuqlanması prosesini qeyri-cinsi çoxalma hesab etdi? Ona görə ki, burada bir valideyn fərd iştirak edir, cinsiyyət hüceyrələri, qametlər iştirak etmir və bundan yanaşı mühit şəraitinə də uyğunlaşma onlarda az olar və əmələ gələn fərdlər ana orqanizmdən tamamilə oxşarı olurlar. Öyrəndiklərinizi yoxlayına gəlincə, nə üçün qeyri-cinsi çoxalma nəticəsində yaranan fərdlər ana orqanizmin tam oxşarı olur? Çünki burada bir valideyn fərd iştirak edir, onun üzərindən əmələ gəlir. Deməli, yeni orqanizmlər ona görə də tam oxşar olur. Fragmentasiya və regenerasiya prosesləri bir-biri ilə necə əlaqəlidir? Fragmentasiyada bərpa olunma, yəni yeni parçalanmış orqanizmin bərpa olunmasıdır ki, bu da regenerasiya əsasında mövcud olur. Yəni hissələrə ayrılmış orqanizm deməli itirilmiş hissələrini bərpa eləyir. Onun üstündə yeni orqanizmlər yaranır. Ona görə də bunlar bir-biri ilə əlaqəli proseslər hesab olunur. Qeyri-cinsi çoxalmaya aid deyil, qeyri-cinsi çoxalmaya aid olmayan, burada bax fikir verin, tumurcuqlanma, hüceyrələrin çoxsaylı bölünməsi, 2-yə bölünməsi, bunlar hamısı qeyri-cinsiyə aiddir. Yumurta hüceyrənin və spermatozoidin əmələ gəlməsi isə cinsi çoxalmaya aiddir. 4-cüdə deyir, qeyri-cinsi çoxalma üçün zəif cəhətləri qeyd edin. Dedi ki, ana orqanizmin təkrarıdır, dəyişən mühit şəraitinə yaxşı uyğunlaşa bilmirlər, yəni zəif uyğunlaşmış olurlar. Deməli, 5-cidə ağacların ətrafındakı torpağı yumşaldarkən təsadüfən küləklə soxulcanı zədələyib 2 hissəyə ayırdıq. Bu zaman nə baş verib? Yaxşı şəkildə də təsvirin verdi ki, itirilmiş hissələr bərpa olunur və beləliklə hər bir hissədən yeni soxulcan əmələ gəlmiş olur. Əgər bu 2 hissəyə bölünübsə, bu deməli 2 ədəd soxulcan əmələ gələcəkdir. Bu qədər, sağ olun.